Erdoğan göstəriş verdi, deputat isə hərəkətə keçdi. Gündəm xəbər nefrində 5 aprel tarixidir. Belə ki, ümrə ziyarəti zamanı çətinliklə üzləşən 177 nəfər prezident Rəcəb Tayyip Erdoğanın tapşırığı ilə Türkiyəyə qayıdıb. Türkiyə mətbuatı bu barədə məlumat yazır. Belə ki, ümrə ziyarəti zamanı tur şirkətinin ödənişləri etməməsi nəticəsində vətəndaşlar qaldıqları otellərdən çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Hətta onların geri dönüşü üçün təyyarə biletləri də təmin edilməyib. Lakin problem isə öz həllini tapıb. Belə ki, AK Partinin AK Partiyanın Sakarya milletvəkili Əli İncinin təşəbbüsü ilə 177 nəfərlik ilk qrup Türk Hava Yollarına məxsus təyyarə ilə gecə saatlarında İstanbula çatdırılıb. Qeyd eləyək ki, milletvəkili İnci onları hava limanında qarşılayıb və o bildirib ki, ümumilikdə 600-ə yaxın vətəndaş eyni problemlərlə üz-üzədir və deputat həmçinin qeyd edib ki, bu ilk qrupdur və digər vətəndaşların da mərhələli şəkildə ölkəyə gətirilməsi planlaşdırılır.